həmin idman növlərində ölkə, dünya və Avropa çempionları yetişdirdiyi üçün tanınmış müəllim məşqçi Faiq Məmmədov Gürcüstan Gəlin, Faiq müəllim. Valla sizlərlə Tokman, xahiş edim sizə buraya. Gəlin buraya gəlin. Gəlsən müəllimlər hamısı gəlir. Gəlin sizə. Sen müəllim deyirsən. Mən valideynəm. Sizlər Çempionum. Konuşmalarım düşməyəcək. elimizin növbəti nəsli, elimizin gələcəyini yetişdirən şəxsiyyətlərsiniz. Bu çox böyük bir məsuliyyətdir və bu məsuliyyəti bilirsiniz, şərəflə daşımağı bacarırsınız, var olasınız. Mən sizlərlə fəxr edirəm. İnanın ki, tam səmimi deyirəm, mənimlə uşaq vaxtdan dostluq eləyən, yoldaşlıq eləyən yoldaşlar bilirlər ki, mənim yalan falan işlər mənlikdir. Mən səmimi bir adamam və kimdən gəlməyən sözü mən heç vaxt demərəm. Sizlərlə biz fəxr edirik. Fəxr edirik ki, sizi kimi bu saat İbrahim müəllim yaxşı bilir, idmanda milyonlar söhbəti gedir. Trenerlərin alınması, satılması yox, onun transferi. Transfer, idmançıların transferində milyonlar söhbəti gedir. Amma bizim bu trenerlərimiz inanın ki, onlardan çox zəhmətlər çəkirlər. Onların aldığını milyonda birini alırlar. Var olsun. Və ona da qane olurlar. Bilirsiniz, Ramiz müəllim, valla mən istər-istəməz ilk ağlıma gələni deyirəm. Bunların bu dövrü Van Gogh'un sağlıq dövrüdür. Hansı ki, öz əsərlərini 15 dollara satırdı, gün həmin əsərlər 40-50 milyona satır. Bax, siz o yetişdirdiyiniz gençlər bu əsərlər. Sizlərə mən xoş gələcək arzu edirəm. Və bir neçə kəlmə, bax, bu bayraqların qarşısında durmuşuq. Bu bayraqlar haqqında mən sizə demək istəyirəm. Bunlar ölkəmizi quran qurucu Davidin bayrağıdır. Ölkəmizi o kişi qurubdu, o kişi bizim dövlətimizi qurub, bizim vətənimizi qurubdu və bizim Gürcüstan bizim vətənimizdir, gənclər. İkinci, üçüncü, beşinci vətən olmur. Nə də, indi bəzi mən oxuyuram, jurnalistlər yazırlar ki, bəli, Gürcüstanda yetişən idmançılar Azərbaycanın da bayrağını qaldırdılar və ikinci vətənlərinin köçüb gəldikləri vətən, heç yerdən biz köçüb gəlməmişik. Heç yerdən.